Bu da var, qəbul imtahanlarında da bəzən düşür. Diqqətli olun. Oxuyun sualı bilənəsiz. Görün sual nədən ibarətdir? Mən baxanda göz yaddaşım xatırladır. Deyir ki, bərabəryanlı üçbucağın yan tərəfi 15, oturacağı 24 cm-dir. Bax, köhnə testlərdən götürürlər, 2000 veribsə. Bu, 2015-də falan, 2018-ci ilin testlərində ucuz qoyurdular. Çətin sualdır. Deyir, bərabəryanlı üçbucağın yan tərəfi 15, oturacağı 24-dür. Toplu sualdır, ancaq onu da deyim. Üçbucağın xaricinə çəkilmiş çevrənin mərkəzindən paralel olan, orta xəttə qədər olan məsafəni tapın. Yaxşı, bu ucuz qoyublar buna. Birinci sən bilməlisən ki, bu üçbucaq necə üçbucaqlı növ olaraq? Kör bucaqlıdır, iki bucaqlıdır. Məsələn, onun kör bucaqlı və iki bucaqlı olması nəyə təsir edir? Onun xaricinə çəkilmiş çevrənin mərkəzinə təsir edir. Çünki siz bura bir çevrə çəksəniz, iki dənə çevrə çəkin. Bura kör bucaqlı üçbucaq çəksəniz, görərsiniz ki, mərkəz gedir düşüb çölə. İti bucaqlı üçbucaq çəksəniz, görərsiniz ki, mərkəz gedir düşüb içəri. Və mərkəzin nöqtəsi həmin məsafədə ögəyə fərqli olur. Axdiraq, mərkəzin nöqtədən orta xəttə qədər həmin tutulan məsafəni var. Orada qarşısından çox rol oynayacaq. Anladınız? Ona görə birinci növün bilməliyik. Növdə də burada böyle yazın. Tərəf nə qədər idi? 12. Nə qədər idi? Baxın. Deməli, yan tərəf 15, oturacaq 24. Yan tərəf, deməli, bura 24'dür. Burada nə qədər idi? Mən nə qarışdırdım? 15. 15 idi. Bəs yaxşı, bunun kör bucaqlı, iti bucaqlı olmasını hardan bilim? Belə bir sualdır da, uyğunluq kimi düşür. Aşağıda variantlar verir. Kör bucaqlıdır, iti bucaqlı hardan bilərsiniz? Bucaq bərabərsin. Bir də maksimum kosinus var teoremi. O biraz uzundur. Kosinus var teoremi niyə? Çünki bax, diqqət. Üçbucağın bir bucağının rol oynadığı məsələlərdə kosinuslar teoremi gizlənir. Çünki kosinus alfa nəyə bərabərdir? Yəni, bura ABC olsaydı, ümumi yazaq. Burada tutaq ki, 1 tir. Kosinus 2 nəyə bərabərdir? B kvadratı plus A kvadratı çıx C kvadratı bölünsün nə? 2AB. Sən kosinusu taparsan, kosinus müsbət olsa, deyərsən iti bucaqlıdır. Kosinus mənfi olsa, amma uzun gedir. Razı deyiləm. İti bucaqlı, kör bucaqlı olmasın ən tez hardan görürsünüz? Əgər alfa bucağı 90'dan böyükdürsə, onda biz deyirdik A kvadratı böldür, B kvadratı nədən öyrənsin? Bu. Əgər alfa 90'dan kiçikdirsə, onda A kvadratı kiçikdir, B kvadratı üstəyə C kvadratı ödənsin. Bunlar üçbucaq bərabərsiz kimi də sualınıza düşər. İmtahan sualları. Bir də həmişə üçbucaq bərabərsiz onsuz da ödənməlidir. Üçbucaq bərabərsiz necə deyilir? İki tərəfin cəmi kiçikdir, onların cəmindən böyükdür, onların fərqindən. Onda biz diqqətli olun, 24'ün kvadratı mətin hesablayın nədən? Yəqin ki, 225'lərin ikisindən də böyük olacaq. Bax, bu qayda ödəndiyinə görə bura 90'dan böyük. Deməli, bu kör bucaqlı üçbucaqdır. Kör bucaqlının niyə təpəsini yoxladım, aşağını yoxlamadım? Bərabəryanın oturacağına bir şey bucaqları itidir. Niyə? Çünki küçük kör olarından siz gedib 180'dən neyin aşağı. Bunu da bilin. Əslində orada da məntiq var. Yadmasanı indi bir dənə sizə misal izah edəcəm. İmtahanlarınıza gələ bilər. Deyirsiniz ki, mənə bir üçbucağa bərabərsiz sual izah elə. Deməli, uşaqlar, bu şəkli mən belə çəkə bilməzmişəm. Səhv çəkirəm. Bunu necə çəkərəm? Belə. Yəni, birinci gəlin belə eləyək də, bir çevrə çəkək. Bu çevrənin içərisinə həmin o üçbucağı yerləşdirək. Belə. Oldu A, B, C. Yan tərəflər 15'də oturacağı 24. Uşaqlar, təbii ki, düşünmədən neyniyərəm? Oturacağı hündürlüyü çəkərəm. Bu hündürlüyü mənim üçün nəyi verir? Həm median, həm də nə? Bu da oldu 9. Yəni, bunun hündürlüyü 9'dur. Edən danışdığına görə bu yer nəyə bərabərdir? Mən indi bunu axıra qədər yazmayacağım, üsulunu verəcəm. Bölünsün 4'üz. Ev də tapıldı. Nədənsə 13'dan 5 yadımda qalıb. 15,
15, 24 bölünsün 4S. S'de ne? 24 olsun. 9 bölünsün 2. AH bölünsün 2. 24'ler getdi. Sonra bununla bu getdi. Sonra oldu 15 ile bu getdi. 3, 5, oldu 45 böl. Ne kadar olur şu an? Hesaplayarsınız. Neyse, o 50 tapdınız. Şimdi söhbət nədən gedir? Orta xəttdən danışır. Bunu orta xətti nəyə deyil? Tərəfin, iki tərəfin ortası birləşdən pasaq. Böyük orta xəttdən danışır. Böyük orta xətti gərək böyük tərəfə paralel çəkilsin. Onda böyük tərəf haradır? 24 deyil. Bunun böyük orta xətti gəlir düşür bura. Da bu olur. Yəni olur 12. Amma orta xəttin uzunluğuna ehtiyac yoxdur. Ondan danışmayacaq. Sənə danışır ki, mərkəzdən bura qədər olan məsafəni, bunu danışır. Bunu soruşur. İndi siz eri tapacaqsınız. Eri tapacaqsınız. Əslində orta xətti də taparsınız. 12 eləyir, buralar nə qədər bölünür? 6, 6. Sonra götürərsiniz. Bura 4,5'dir. Burada nədir? 4,5'dir. Əslində görə avtomatik buradan da yaza bilərsiniz. Buradan da çəkə bilərsiniz. Baxın. Hə, bunlar eri deyil. Buradan çəkə bilməyəcək, üzrü sayı deyil amma. Bunlar eridir. Bax, eri boş yerə tapmayırsınız. Və yaxud, indi bir dənə şey var. Bax, bunu tapanda, qaralayım için bunu ya da bunu xəttinə yazın. Bax, bu nədir? Er. Eri tapdım da bundan. Düzdür. Bəs yaxşı, bura nədir? Bax, buradan bura nədir? 4,5. Deməli, səndən mərkəzdən bu orta xəttə qədər məsafəni istəyirsə, oradan nəyə çıxmalısınız? Yəni, ümumi məsafə, həmin o D məsafəsi radiusdan 4,5'i çıxmayla alınır. Radiusunda düstunu yazmışım. ABC bölürüz. Başa düşdünüz? Testin sualıdır. Yəni, olimpiada falan deyil. Bu çətin sualdır. Səbəb şəkil qurmağı bacarmalısın. Kör bucaqlıdır, it bucaqlıdır. Ümumiyyətlə, şəkil yoxdur axı. Şəkili qurmalısan ki, hansı məsafəni istəyir? Yadınızda saxlayın, orta xətt dediyi trapesiyada var, sonra da var, üç bucaqda var. Düzdürmü? Orta xətt nəyi kəsirsə yarıya bölür. Orta xətt məsələn trapesiyada diaqramları kəsir. Deməli, onları yarıya bölür. Üç bucaqda hündürlüyü kəsə bilər, medianı kəsə bilər, təmirəni kəsə bilər, onları da yarıya bölür. Burada kimi kəsdi? Hündürlüyü. Hündürlüyü neçə tapdıq? 9. Deməli, yarıya bölür. Başa düşdünüz? Orta xətt nəyi kəsirsə yarıya bölür. Bunu bilin. Orada da o məsafə indi nə qədər olacaq? Radius çıxılsın 4,5. Radiusunda düsturunuz için yazmışım. Başa düşdü? Hə, sizə bir dənə misal verəcəkdim. Deyəsən, suallarımız bitər. Bir dənə də bu qalıb, bitəcək. Sual nədir? Sual imtahanlara bir dəfə gəlir. Sınavlara gəlir. Türk kitablarında çoxdur. Sual nədir? Sualda üçbucağı iki yerə bölür. Gəlir deyir ki, bu bərabər yanlıdır. Və gəlir deyir ki, məsələn, bura 10'dur, buranın ən balaca qiymətini tap. Bir növ bu düşür. Burada nə var? Şəhərdə, bu alfa dediyiz iti bucağıdır. Niyə? Çünki o bərabər yanlının oturacağındakı bucağıdır. Çox bucaq ola bilməz, 90 ola bilməz. O elə göründüyü kimi də itidir. Onda itinin qonşusu nə olurdu? Çox. Onda körün qabağındakı üçbucaqda ən böyük tərəf olar. Ondan böyük olmaz. Onda bu x-imiz ondan nədir? Kiçik. Onda ən böyük olaraq neçədir? 9. Bu belə. Amma diqqətli olun. Eyni sualı kopyalayaq yoxsa mən öz necə deyim, lövhəmi öyrəşmişəm dərsdəki lövhəmi. Hə, ikisini çəkir də. Bunu. Deməli, burada belə də düşə bilər. Diqqətli olun. Bunları silə bilirəm. Gördünüz. Hə. Baxın, buranı 6 verər və yaxud da buranı 6 verər. Onda onsuz da ora nə olacaq? 6. Bir də buranı verər. Oldu 2'si 6, 8. Deyər ki, bu AB-nin ən böyük, ən kiçik qiymətini tap. Çoxunun ağlına AB üçbucaq bərabərsiz gələr. Nə yazar? AB kiçikdir. Nədən? Onların zəminindən böyükdür nədən? Ona görə. Səhv eləyir. Nədə səhv elədi? Bu bucağın iti olmasını görmədi. Şəkillə deməklə deyil, şəkildən göründüyü ilə deyil. Üçbucağın oturacağına bitişik bucağı itidir. Onun xarici bucağı nə olacaq? Çox. Deməli, buradakı beta 90'dan böyükdür.
Onda mən bura bir x desəm, x'im indi bayaq yazdığım qaydaya görə nədən böldü? Bundan. Onda x böldü nə olacaq onunla? Bax, görün nə qədər ədədlər orada getdi. 11 qaldı, 12 qaldı, bir dənə qaldı, 13 qaldı. Bax, qəbul sualı. Ümumiyyətlə, alfanın 90-dan böyük, 90-dan kiçik olan sual növlərinin sınavlara, imtahanlara çox düşür. Orada da Pifagor oluyor. 90'a bərabər olsa Pifagordur, 90'dan böyük olsa a kvadratı böldür. Yəni, 90'dan kiçik olsa da deyək. Bir də üçbucaq bərabərsizliyində meydana fikir verərsiniz. O nədir? Bunu da deyək, məncə yekunlaşır. Yekunlaşır. Baxın, buranı 8 verirəm, buranı 10 verirəm. Yazın, medianı qiymətləndir. Medianın ən böyük, ən kiçik tam qiymətini tap. Hə, burada çoxu deyir ki, medianın düsturu falan yazanlar olur. Ehtiyac yoxdur. Medianın uşaqlar tam olması tərəflərin tamlığından asılı deyil. Medianın düsturunu yazacaqsanlar, o da düşəklərdə. Ema nə idi? 1 bölü 2, 2 dənə b kvadrat üstəlik c kvadrat çıxılsın nədir? A kvadrat. Buna ehtiyac burada yoxdur. Burada bərabərsizlikdən söhbət gedir. Hə, orta xətt. Bunu çox sizə demişəm. Əgər üçbucaqda, trapesiyada, müəyyən bir fiqurlarda orta nöqtə görürsünüzsə, orta xəttə tamamlayın. Əslində burada bir cümlə demək yaxşıdır. Nisbət görürsünüzsə, paralel çəkib falesi tətbiq edin. Nisbət görürsünüzsə, indi burada birim bir əldə, ola bilərdi, elə xətt çəkərdi, ikinci olardı. Nisbət görürsünüzsə, paralel çəkib falesi tətbiq edin. İndi fales burada təbii ki, mediana görə nə olur? 5-5. Burada nə olur? 4, orta xətt. Onda bu oldu adı bildiz üçbucaq. Hə, indi kiçik deyən onların zəminindən, böyüdü nədən? Onların fərqidir. Anladın? Hər kəsə uğurlar arzulayıram. İnşallah bu bazar 2-lə 3-lər imtahan verirəm. Hər kəsə uğurlar arzulayıram. İnşallah dediklərimizdən yəqin ki, orada olacaq.